Davam edirik video izahımızla. Deməli, növbəti video izahımız böyük coğrafi kəşflər və yaxud da ki, texniki kəşflər mövzusu olacaq. Deməli, 14-15-ci əsrlər və yaxud da ki, 15-16-cı əsrlərdə Avropalılar buraya gələn zaman artıq yuxarıdan fırlanan çarxlardan istifadə edirdilər. Metal əritmək üçün domna sobalarını bilirdilər, yəni kəşf etmişdilər. 15-ci əsrdə Caravella tipli yeni tipli gəmilər var idi. Barıtdan istifadə edirdilər, kompasdan istifadə etmişdilər. Odlu silahdan 16-cı əsrdə geniş istifadə edilirdi. Yəni bütün bunlar onların uzun səyahətə çıxmaları üçün təhlükəsiz şərait olduğunu göstərirdi. Böyük coğrafi kəşflərin səbəbləri var idi, iqtisadi və siyasi səbəbləri var idi. İqtisadi səbəbi o idi ki, yəni qızıla, gümüşə, işçi qüvvəsinə ehtiyac yaranmışdı. Siyasi səbəb isə Osmanlılar Konstantinopolu fəth etmişdi. Yəni Kiçik Asiya və Suriyadan keçən quru yola nəzarət edirdi Osmanlılar. Və bunlar artıq bütün bayaq sadaladığımız, yəni yuxarıdan fırlanan çarxlar, onları yəni səyahətə, daha doğrusu kompasları, Caravella tipli gəmilər olması onların uzun yola səyahətə çıxmasına şərait yaratmışdı və buna görə də artıq Avropalılar Hindistana gedən dəniz yolunu kəşf etmək istəyirdilər və ilk yürüşə də başlayan Portuqallar olmuşdu. Bartolomé Dias'ın başçılığı ilə onlar deməli yürüşə başlamışdılar və Dias gedir Afrikanın cənubuna kimi çıxır və oranı Ümidburnu adlanır. Afrikanın cənubuna o tərəfə getmir və oranı Ümidburnu adlandırmışdı və Afrika sahillərində deməli çöl alveri başlamışdı. Bu da yəni Portuqallar Avropada öz milli sərhədlərini bərpa edən ilk dövlət oldular. Ərəblərin əlindən ədəbiyyat ticarətini 16-cı əsrdə almışdı Portuqallar. Daha sonra deyəcək ki, Kolumb əslən İtalyan idi. 1492-ci ildə o İspan kralına xidmət etmək şərti ilə həmçinin yerin belə deyək də dairəvi olduğunu, kürə şəklində olduğunu irəli sürərək Hindistana səfərə çıxır. Ancaq o bizim bildiyimiz indiki Amerika sahillərinə gedib çıxır. Ancaq onun yeni bir materik olduğunu isbat edə bilmir. Ondan sonra isə Vespucci buranın yeni bir materik, yeni bir qitə olduğunu kəşf etmişdi. Daha sonra isə Vasco da Gama var idi ki, əslən Portuqal idi. O Hindistana gedən dəniz yolunu 1498-ci ildə kəşf etmişdi. Daha sonra isə Magellan isə 1519-1522-ci illərdə ilk dünya səyahətinə çıxmışdı və o bu dünya səyahətinə çıxmaqla iki şeyi sübut etmişdi: dünyanın kürə şəklində olduğunu və vahid dünya okeanını. Daha sonra deyəcək ki, böyük coğrafi kəşflərdən sonra dünya ticarəti yarandı ki, dünya ticarəti Aralıq sahillərindən okeanlara keçir. Biz demişdik ki, səlib yürüşləri zamanı, yəni ağalıq, ticarət ağalığı Venusiya və Genuyaya keçmişdisə, artıq böyük coğrafi kəşflərdən sonra Venusiya və Genuya ticarəti zəifləyir və dünya ticarəti Aralıq dəniz sahillərindən okeanlara keçir. Daha sonra ticarət limanları Niderland, İngiltərə və Portuqaliya idi. Böyük coğrafi kəşflər Asiya, Amerika və Afrika xalqlarını müstəmləkə gətirmişdir. Daha sonra nüfuz dairələrini bölmək uğrunda ilk belə deyək də müqavilələr Portuqalla İspaniya arasında imzalanmışdı. Daha sonra Portuqaliyanın deməli Çin, Yaponiya və Braziliya əraziləri Portuqaliyanın idi. Ancaq Braziliyanın çıxmaq şərti ilə Cənubi, Mərkəzi Amerikanın böyük əksəriyyəti isə İspaniyanın idi. Ancaq Portuqaliya belə deyək də hərbi cəhətdən o qədər də güclü olmaması bu müstəmləkələri əlində saxlaya bilmir və daha sonra həmin müstəmləkələr İspanlıların, İngilislərin, Hollandların və Fransızların əlinə keçmişdi. İspanlılar Meksikadakı Aztekləri, Perudakı İnklərin varlığına son qoymuşdular.
Daha sonra deyirik ki, Avropalılar Amerikaya gələn zaman onlar yerli əhalini, hinduları belə deyək, məhv etmişdilər. Demək olar ki, yəni onları qırmışdılar da. Buna görə də onlara onlar Afrikadan qaradərili çörək gətirmişlər, yəni işçi qüvvəsi gətirmişlər yerli əhalini, hinduları qırdıqlarına görə və buraya gələn zaman onlar özləri ilə bərabər, yəni Avropalılar çiçək və qızılca xəstəliklərini də gətirmişdilər. 17-ci əsrdə isə merkantilizm siyasəti var idi ki, nə idi merkantilizm siyasəti? Yəni belə deyək də, yerli məhsulu xaricə satmaq və daha çox qızıl pul gətirmək idi. Ancaq xaricdən məhsul az almalı idilər. Buna görə də xaricdən gətirilən məhsullara daha çox gömrük qoyulurdu. Yəni belə deyək də, yerli məhsulu daha çox önəm verirdilər. Yəni xaricdən daha az məhsul alınmalı idi. Yerli məhsul daha çox satılmalı idi. Həmçinin Avropalılar Amerikadan kartof, tütün və qarğıdalı bitkiləri də gətirmişdilər. Belə böyük coğrafi kəşflərlə bağlı əsas vacib məqamları qeyd etdim.